Salam dostlar, sizə bir dənə gözəl xanımı təqdim edirəm və onun hekayəsini indi danışacağam. Adınız necə oldu? Zemfira. Zemfira xanım mənə çox gözəl, deməli, məktub yazdı Direct'da ki, bir gün məni də bəzəyin, məktubu qoyacağam və mən dərhal Zemfira xanımı bura dəvət elədim. Bu arada Zemfira xanım müəllimədir. Hansı məktəbdə? 3 nömrəli məktəbdə ingilis dili müəlliməsidir və müəllimələr başımızın tacıdır. Bugün mən də dərhal yazdım Zemfira xanıma ki, gəlin qonağımızsınız. Bugün ona hədiyyə eləyirəm, toya gedir. Hazır obrazı gör. Deməli, dəyərli müəllimimizin İndanar Beauty ilə sırf medium rənginin içində də biraz light var idi. Tonlaşdıracağıq. D rəng tonuna baxın necə rahat-rahat çəkilir. Və indi hazır versiyanı sizə göstərəcəm. Uyguladıq, hətta nəmləndirici unutduq vurmağa. Nəmləndiricisiz də üzü pırıl-pırıldı bizim dəyərli müəlliməmiz. İngilis dilində bilirsiniz də. Niyə utanırsınız? İngilis dilində belə deyim, glow make-up eləyəcək indi. Zemfira xanımın nəticəsi hazırdır. Bəyəndiniz Zemfira xanım? Çok beğendim. Ellerinize sağlık. Çok sağ olun. Müəllimələrimiz başımızın tacıdır. Onları qorumaq lazımdır. Saç makyajı elədim. Bu arada tonal kremin yerini Anar Beauty-nin BB-sini istifadə elədim. Aşağı baxın. Həmişə gözəllikdə Zemfira xanım. Çok sağ olun. Elleriniz var olsun. Sağ olun. Gördünüz? Məktubunuz mənə ulaşdı. Abi, çok şükür.